Əleyhisselam yuxudan durdu, qeylulə vaxtı idi, zöhrdən qabaq. Yuxudan durandan sonra üzünü tutdu xanım Zəhraya. Dedi, Zəhracan, evdə bir şey var yeyək. Xanım Zəhra salamullahi aleyhə qayıtdı, Əli, yemək yoxdur. Durdu ağa. Durandan sonra qalxdı ayağa, getdi. Getdi, bir dinar borc elədi. Mövlamız borc edib də evdə yemək yoxdur. Mövlamız belə olur. Evdə çörək yoxdur ki, borc edilməyən. Bir dinar borc edir ki, evdəkilər yesin. Borcu eləyəndən sonra qayıdırdı, gördü, Miqdad dayanıb. Səhabət. Gəldi, yaxınlaşdı, dedi, Miqdad, bu günün istisində niyə dayanmısan burada? Dedi, ağa, bir məsələ var ona görə. Ağa dedi, əl çəkmərəm. Olar mən səni qoyun belə gedim? Əl çəkmərəm ki, səndən. Çox israr eləyəndən sonra Miqdad qayıtdı ki, ağa, mənim evdə pulum yoxdur, mən də çıxmışam çölə, qalmışam neyniyim? Utanır da. Əli əleyhissalam baxdı, dedi, Miqdad, bu bir dinar olsun sənin. Verdi, indi əli boş, cibi boş, gəldi məscidə. Gəldi məscidə, namaz qıldı, Peyğəmbər namaz qılıb qutarandan sonra Peyğəmbər baxdı Əliyə. Dedi, Əli, olar bugün Şama gəlim qonaq sizə? Əli əleyhissalam başını saldı aşağı. Peyğəmbər bilir nə deyir? Dedi, ağa, nə istəyirsən? Elə də olsun. Peyğəmbər axşam ikisi gəlirlər, Əli ilə Peyğəmbər gəldilər, qapıya çatdılar, qapını açdılar, girdilər içəri, gördülər xanım Zəhra salamullahi aleyha dayanıb mehrabda, dayanıb namazgah qılınan yerdə. Amma bu tərəfdə də bir dənə qazan var, orada yemək, buxarı qalxır göyə. Namaz qılıb qutarandan sonra gördü, atası gəlib, yaxınlaşdı. Ata da öpüb bağrına basardı da Zəhranı. Bir əbi ənd. Yaxınlaşdı. Yaxınlaşandan sonra Əli baxdı, yemək var. Təəccüb. Ondan sonra Peyğəmbər deyir, bir neçə söz dedi, axırda bu ayəni dedi. Kulləmə dəxələ aleyhə Zəkəriyyə əl-mehrab vəcədə indəhə rizqa. Zəkəriyyə Peyğəmbər nə vaxt daxil olurdu xanım Məryəmin yanına, görərdi ki, xanım Məryəmə Allah tərəfindən yemək gəlib. Mənim qızım Zəhraya da yemək gəlib, Əli. Allah göndərdi bu yeməyi. Sənin o bir dinarın idi. Zəhranın o ixlası idi. Sizin bu mehribançılığınız və ülfətiniz idi. Allah qoyar belə qalasınız, qoymaz ki, belə qalasınız.